və məni ölüm təhdidləri alanda, vəziyyət gərginləşəndə mən ölkəni tərk eləmək məcburiyyətində qaldım. Bu dəqiqə Qabil bəy sizin vəziyyətdəyim. Bax, məni də o şərəfsiz məmur, bax, o vəziyyətə salıb. Məni istəyir didərgin sala evimdən. Güya siz istəmirsiniz torpağınızda yaşayasınız. Və bunların evi yıxılsın. Nə istəyirlər? Bunlar milləti niyə belə əzməyə çalışırlar? Ceyhun Cəllov Düdəncə rayon yoluna neçə ildir asfalt çəkilmir. Onun asfaltını saxlayıb anasının məhləsinə özü üçün addelli qazanc mənbəyi olaraq moykazat tikdirib, hazır tikdirib ki, hələ gözləyir, oranı da asfaltlayıbdır, asfaltın qırağında. Ki, hamısına hər yerə öz xarabasına asfalt verir, öz anasının qapısına, öz iş yeri görəcək, iş yerinə asfalt verir. Amma dövlətin ayırdığı pulu istismar eləyir. Böyünləri dövlətin yolunu asfaltlamır, o hamısını qoyur cibinə, milləti soymağa gəlib, incitməyə gəlib, başaracağı yoxdur, qabiliyyətsiz bir adamdır, gəlibdir, polisə tapşırıq veribdir, milləti qoydurur, iş istəyən milləti qoydurub içəridə şərləyib tutdurur, bu kişiliyə yaraşmır, bu nə istəyir cəmaatdan, söküb cəmaat, bunu mən keçən dəfə söydükcə bunun vəzifəsini qaldırırlar, söydükcə qalxır bunun vəzifəsi, belə olan yerdə millət qaçacaq da, böyünsə bu müharibə gələndən sonra, müharibə olandan sonra erməni gəlib oturacaq evimizdə. Belə dərd olar. Bunlar ermənilərə şərait yaradırlar. Bunlar erməni adamdır. Ramiz Mehdiyevin adamıdır. Gəlibdir, indi keçib Sahil Babayanın tərəfinə. Sahil Babayan indi bunu patyeşka eləyir ki, sən gedir, oturur da pulları soy göndər mənə. Fərid Bağırzadənlə, Naxçıvan Respublikasının sosial naziri. Millət çörək tapa bilmir. Acından sosial da verilmir. 3 ildən 5 ildən cəmaat qoyun, inək, texnika gözləyir, balaca bir tırtır ki, çörəyin qazan. Onu da vermirlər. Kasıbın puluna göz tikiblər. Bunu mən nə qədər deyirəm, heç kimə çatmır, onu deyirəm, məni şərlib qoyurlar, tuturlar içəri ki, sən danışma, sən nəyə lazımsan, sənə qalıb filan. Mən danışmayıb, Qabil bəy danışır, kim danışmalıdır? Gəl istismar edirlər, Azərbaycan dağılsın, xoşunuza gəlir, güya böyünsə bu uşaqlarımızın başına bomba yağacaq, xoşunuza gələcək, heç kimə xeyir verməyəcək müharibə. Qıslayıb istismar edirlər cəmaatı. Bütün hər şeydə subutalını, hamı da hər şeyi yaxşı bilir. Prosto qorxudan, polis təzyiqindən hamı səsini kəsib, heç kim danışmır. Niyə? Çünki Ceyhun Cəllovun göstərişidir. Düşmən kəsilibdir cəmaata. Özü üçün, öz qohumu, dostu, tanışı üçün, əqrabası üçün qəşəng şəraitlər yaradıbdır. Qəşəng vəzifə verir, qəşəng rüşvət alır, rüşvət verir. Dövləti sökür, yer krişasını göndərir, pulu razı salır krişasını. Və sən gələk milləti razı salasan. Böyünləri mən yalan deyirəm, tutaq ki, bir dənə sorğu istəyirəm, bir dənə prezident administrasiyasından sorğu verilsin, görür statistikaya görə, Naxçıvanda nə qədər adam olmalıydı, nə qədər adam qaçıb, nə qədər adam qalıb. 2021-ci ildən Asit Talbov çıxandan sonra Fuad Nəcəfli neçə min adam qaçırdıb Naxçıvandan Türkiyəyə, neçə min adamı da Ceyhun Cəllov qaçırdıb. Xahiş edirəm bir dənə buna baxarsınız. Görə nüfuz adam qalıb, qaçdıqca dövlətə ziyan vurur. Dövlətə xeyri yoxdur ki, adam qalsa iş görsə, həm çörəyini dolandıracaq, çörəyini qazanacaqdır, ailəsini dolandıracaqdır. Həm də dövlətə xeyir verəcəkdir da. Bunlar istəmir. Bunlar istəyir ancaq ver. Gələn özün cibin fikirləşir. Meşoğun ki, tası çatdırım Ceyhun Cəllova, tası çatdırım. Hər yeri tas eləyiblər, pul eləyiblər, rüşvət eləyiblər, fahişəxana eləyiblər, fahişəlik təbliğ eləyirlər. Naxçıvan Respublikasında dolub daşı çalan qızlar var. Qızları da örgədiblər MVD-nin padvalında. MVD-nin padvalında Zahid bəy. Onları döydürübsən, aşağı 300 dənə qıza göstəriş veribsən ki, bir neçə bundan qabaq. Hərəz oğlan uşaqların ayda 2 dənə mənə iş verəsiz. Şərləyib gətirəsiz bura. Kim iş verəməyəcək, işləməyəcək Naxçıvanda. Xeyr ola. Zahid mənim, sən Fazilin vaxtından nəşə alver eləyən adamsan. Sən niyə vəzifədəsən? Naxçıvanda nazirin mavini işləyirsən. Xeyr ola. Sən qəşəng rüşvət verirsən. Sən rüşvət verirsən, oturursan Fazilin qucağında, Fazil gedir o birinin qucağında, o biri gedir bu birinin qucağında. Ancaq pul verirsən. Pulları hardan arsan? O Asimanla, o Daşaqlı, o nəşə məsələsində sən niyə getmədin? Sənin də əlin var idi. Və niyə indi oturubsan nazirin mavinin yanında, sən pensiya çıxıbsan? Səndən qorxurlar, səni çıxartmırlar. Sən hansı işlərə görə durubsan orada? Gənc kadrlarımız var, niyə işləmirlər? Niyə layiq deyirlər nazirin mavini olmağa? Sən şərait yaradırsan, sən gör Əhmədin vaxtından işləyirsən, sən Fazilin vaxtından işləyirsən, sən onlarla nəşal verək eləyən adamsan, sənin də əlin var. İranda maşınlar gəldi, içində nəşəzad olurdu. Bax, onların hamısında sənin əlin var. Xeyr ola, oturubsan orada, sən böyünləri türmədə döyülən cəmaatı kamerada sifarişin verən adamsan sən. Zahid bəy, polkovnik leytenant, polkovnikdir, polkovnik leytenantdır, nədir? 3 ulduz, 1 ay. Sən oturubsan orada, komanda verirsən, xaxın balaların belə döy, belə söy. Polkovnik bu harada oturub ki, çıxmır işdən.
Bu nazirin müavinidir. Bu demək Əhmədin vaxtından bu işləyir. Əhmədə rüşvət verir, oturur bir vəzifədə. Əhməd gedir, Fazil gəlir. Fazilə rüşvət verir. Fazil gedir, Rəşad İsmailov gəlir. Ona rüşvət verir, oturur bir qucaqda. Orada oturubdu bütün cəmaatı 300 qızların hamısını döydürdü neçə ay bundan qabaq. Hamısını padvalda düzdülər. Dedi ki, ayda 2 dənə iş verəsiz. Oğlanlarla yatıb qalxasınız, nə bacarsınız, durmuşam dalınızda. Ancaq ayda 2 dənə iş verəsiz. Şərif oğlanları tutdurasınız. Qızların hamısı məcbur qalıblar. Məcbur verməlidir. Verməsə işləyə bilməz. Deyib kim verə bilmirsə, davay samolyotla Bakıya. Burada işləyə bilməz. Mənə iş verməyən. Hamısı da qeydiyyatdadır polisdə ki, kimlər aybayda ayda da 30 manat tas verməlidir bunlara. Aşağı bir 304 dənə qızdı, aybayda 30 manatdan tas yığırlar qızlardan, Bakı qızlarından. Xeyr ola bu fahişəxanalığı niyə təbliğ edirsiniz? Bu patını matını gətirdin Zahid müəllim. Gətirdin, yaydın Naxçıvana, millətin balalarını məhv elədin. Sənin spes orada rolun var. Niyə gizlənirsən? Hamı səndən çəkinir, qorxur, səni adı verə bilmir. Niyə bariqalara patı paylayırsan, nəşə paylayırsan? Xeyr ola. Xeyr ola o boyda adamlar tutuldu, getdi. Sən niyə qalıbsan? Sən niyə pul verib oradan ora vəzifə dəyişirsən? Buradan bura indi də gəlib oturubsan müavin vəzifəsində. Ona layiqsənsən. Niyə şərrirsən? İndi də Ceyhun Cəllovla əlbir işləyirsən. Ceyhun Cəllovla Naxçıvanı batırmaq istəyirsən. Nə istəyirsən bu xalqdan? Xalqı niyə əzirsiniz? Nə istəyirsiniz bu xalqdan? Xalq səhv eləyibdi, düşmənə güllə atıbdı. Kimisə dədəsini atıbdı və düşməni atıbdı da şahsıb cəmaatı niyə əzirsiniz? Böyünləri şəhid ailəsinin, şəhid anasının, şəhid atasının qapısını asfalt çəkmir Ceyhun Cəllov. Öz 66 yaşındakı anasının qapısını asfalt çəkir. Mühafizəni də qoyub anasını qorutdurur. Böyün istədiyi öz dostunun həyatına, Fuad Nəcəfli bir partiya gəldi, öz məhləsinə, öz dostunun, tanışının həyatına, dövlətin asfaltını istismar elədi, çəkdi, dağıtdı. İndi də Ceyhun Cəllov, həmən yolu Ceyhun Cəllov gedir. Onların heç biri xeyir gətirmir Naxçıvana. Ancaq Naxçıvanı dala salır, dövləti dala salır, milləti dövlətin üstündə çaxnaşma yaradır. Narkotik alveri, narkotik İrandan zaddan keçirlər belə narkotik zad bayaq dediniz. Onlar şərait yaradırdı. Gizli yollar varmı? Yollar deyəndə İranın tırları ilə da keçirdi. İndi orada bizim bir Emin qardaşımız var. Daha doğrusu o da yaxşı bilir, o Naxçıvanda deyə danışa bilmir. O bilir Türkiyədən də gəlir, oradan da qol var. İndi bunları şərait yaradırlar, cəmaatı narkotika şeyləyirlər ki, qoy çəksinlər, yalandan da ki, hə tutsunlar. İndi də qızlara paylayıblar. O vaxt orğalanan indi də qızlar paylayır. Olmaz, ayıbdır, milləti belə-belə. Naxçıvan əhalisi əvvəl nə qədər idi, indi nə qədər? O elə savadım yoxdur, dəqiq bilmirəm. Yəni onda 2% qalıb demək olar. 8% yəni didərgin düşübdür. Türkiyə, Rusiya, adam qalmayıb Naxçıvan. Bax gör nə deyir? İndi əvvəl bir statistikada 450 min gördüm, birindən 480 min Naxçıvan əhalisi. Bütün hallarda gör nə deyir, bu adam bütün Naxçıvandan xəbərdar adamdır, Kamaz şoförüdür, vəzifələrlə həmişə dirəşib, haqqını tələb edib. Baxın, deyir ki, Naxçıvanın 80% yoxdur, 20% qalır. 80%. O yerdə qalan 20% da polisdir, hərbiçilərdir. Belə yerli cəmaat, qoca kişilər, azmaz adamlar qalıb, milləti didərgin salıblar. Və sabah düşmən gəlsə qarşısına necə çıxacaq? Bunlar niyə belə, nə istəyirlər belə? Bunlar birləşiblər bir dəfə, cəmaatı qısnayıblar. Bu dəqiqə padvallar doludur oğlanlarla, Ceyhun Cəllovun sifarişi ilə iş istəyənləri qorxudun, hədə qorxu danışmasın. Mən bu dəqiqə həyatı təhlükəm var. Bu dəqiqə mən ölkəyə nə girə bilirəm, nə girə bilərəm. Burada da sizin verilişə çıxmışam, vəbşi bu dəqiqə mən qaralayıblar ki, burada məni öldürtdürə bilərlər. Mən Rusiyadayam, mən bu dəqiqə həyatı təhlükəm var. Mən bu dəqiqə burada çıxdığıma görə, onların bütün paxırını açdığıma görə, mən burada həyatı təhlükəm var. Fikir verir, biabırçılıq diyorlar. İlhama qarşı danış, həyatı təhlükəm var. Vilayətə qarşı, nəm nazirlərə qarşı danış, həyatı təhlükəm var. Nəm icra başçısı, bir icra başçısı gedir də bu. Gəncə, Naxçıvandan əhalisi də çoxdur, ərazi olmasa da o qədər. Gəncənin elə əhalisi Naxçıvan əhalisindən çoxdur. Qardaş, bir icra başçısı da, o nədir onun adı? Ceyhun Cəlilov. İcra başçısına qarşı danış, öldürəcəklər. Rəisə qarşı danış, öldürəcəklər. Nə hansısa bir icra başçısına ya polis rəisinin pulunu fırladan bir faizçiyə qarşı danış, öldürəcəklər. Bu insan öldürmək nə hasant bir şeymiş. Bunların əlində. Ceyhun Cəllovun adamları məni şərrəyibdi, mənə mesaj da yazıb ki, yəni səni asıb kəsəcəyin orada da olmasa buradan gətizdıracaq. Yəni bunların hamısının məndə sübutu var. Böyünləri mən bu dəqiqə hədə qorxu altındayım. Mən təzyiq altındayım. İki suka tapacaqlar.
Deyəcəklər Elədim. ki, mənə şillə vurmuşdu. Ta əvvəlki bir il qabaq tarixə də yazacaqlar. Ya pol atmışdı, ya şillə vurmuşdu. Cinayət açılıb gəlin bura. Gəlməyəcəksiniz axtarış. Nə bilim nə. Düzdür, Budur. düzdür, düzdür. İmkan mübadilə demokratiyadır və sosial şəbəkə sərbəstlikdir. Amma mən də sözümü deyirəm, azad fikrimi deyirəm. Və mən də belə hara gedim də işim yoxdur. Mən iş Balıq başdan istəmişəm. iylənər. İndi düzdür, sənə görə İlham Əliyevdən danışmıram, sənə görə çəkmirəm adını ki, Çox sən sağ ol, incitməsinlər. Sağ ol. Amma balıq başdan iyi verir. Mən burada sizdən başqa o qədər adamlar var ki, İlham Əliyev çörək ver balalarıma, sosial pul istəyənləri basıblar içəri. Odur, Bu dəqiqə məni bu efirdən sonra mənə zəng vursunlar. Prezident administrasiyasında bir vacib adamlar, mən bütün hamısını elə olmalı deyil ki, Qabil bəy. Bu günləri bir samolyot DTX Bakıdan tökülməlidir Naxçıvana gecə ilə. Səhərdən axşama günüzlə bütün hər yeri smotr eləməlidir. Da smotr eləmək bir smotr eləmək yoxlamalıdır. Görək kim hamıdan soruşmalıdır. Vəziyyət nədir? Niyə bu vəziyyətə düşübsüz? Kimlər günahkardır? Sabahsı hamısını meşoqla doldurub samolyota aparmalıdır. Bakının padvalında başa salmalıdır ki, milləti əzmək olmaz. Məni də davet eləməlidir. Əgər hakim ailənin katyoluna pul çatmasa el eləyirlər. Çatırsa heç vaxt xalq bunları maraqlandırmır. İndi bir şey deyim. Amma bir şey deyim, siz bunları haçan məhv eləyə bilərdiniz? Nə zaman məmur məhv olur? Katyola xəyanət elədiyi ortaya çıxanda. Məsələn, siz dostlarınızdan əlaqə saxlasaydınız, İrandan keçən narkotik, Türkiyədən keçən o gizli alış-verişlər var. Gördünmü? Anar Ələkbərovun xalası biletə görə artıq pul almışdılar, aeroportu nə günə qoydular. Qabil bəy, bir dəqiqə olar. Elə şey ortaya çıxardarsınız ki, Katyola, yəni bu pulu yığıblar, amma Katyola xəyanət edirlər. O pul ora çatmayıb və onu minərlər. Buyur. O samolyota minməmişdən 2-3 ay qabaq mən gedirdim uşağıma çörək qazanam. O samolyotda baxdım ki, rüşvət alıb adam ötürdülər. Bizdən bir gün sonra gələn uşağı. Baş leytenant Zeynallı Azər var, polis. Mən getdim onun serjantlarına şikayət elədim. Aeroportun agentləri deyirlər. Onlara hamısına mən dirəşdim. Bunları heç kim şikayətimə baxmadı ki, məndən qabaq adam ötürdülər. Mən telefonu alıb bunları video çəkəndən sonra məni apardılar içəri. Baş leytenant Zeynallı Azər mənə dedi ki, videonu silməsən sən qoyacam içəri. Dedim, silmirəm, qoy içəri. Silmədim, qoydu kletkaya. Kletkadan sonra çıxartdı, apardı məni gecə Böyükdüzə təcridxanaya, müvəqqəti saxlama təcridxanasına. Oradan sonra günorta gətirdilər bir də kletkaya. Kletkadan çıxartdılar, apardılar məhkəməyə çıxartdılar. Məhkəmədə 4 nəfər üzmə dirəndi.